Salam, hər vaxtınız xeyirli olsun. Kanalımda paylaşdığım birinci sınaqdakı istifadə olunmuş sualların izahını paylaşıram bu videoda. Kimlər ki həmin sınağı yazmayıbsa, sınaq 1 videosunun linkinə daxil olaraq orada həmin sınağı onlayn şəkildə işləyə bilər və yaxud da ki bu videoya baxarkən videonu dayandıraraq sualları cavablandıra bilərsiniz. Hər birinizə uğurlar arzulayıram. İndi isə keçək suallarımıza. Birinci sualda iqlim şünaslıq və biocoğrafiya elmlərinin inkişafı hansı səyyah tədqiqatlarla bağlıdır? Bu Alexander Humboldt'a aiddir. 2-də iqtisadi coğrafiya terminini elmə gətirmişdir. Lomonosov gətirib, torpaq coğrafiyası terminini isə Dokçayev gətirmişdir elmə. 3-cü sualda qədim coğrafi biliklərin inkişafında rolu olan xalqlar. Orada suallarda rolu olmayanı soruşmuşdur. Lakin burada rolu olmayanları qeyd etsək siyahımız uzun olacaq deyə mən rolu olan xalqların adlarını qeyd edirəm. Çin, Hindistan, Misir, Yunanistan, Şumer, Babil. Bunları qeyd edə bilərik. Geosentrik sistem nəzəriyyəsinin müəllifidir. Ptolemeyə aiddir. Geoyer sentr isə mərkəz, yəni yer mərkəzdədir Ptolemey nəzəriyyəsinə görə. Heliosentrik sistem nəzəriyyəsi də mövcuddur, bilirsiniz. O isə Kopernikin nəzəriyyəsidir. 1820-ci ildə Antarktida materikini kəşf etmişdir. Belen-Salzen və Lazarev tərəfindən kəşf olunub, bildiyimiz kimi. Coğrafiya elminin vəzifələri izah edir, təsvir edir, proqnoz verir, layihələşdirir, idarə edir. Bunları qeyd edə bilərik. Şəkildə təsvir olunmuş marşrut xətti hansı səyyaha aiddir? Bildiyimiz kimi marşrut xətti Pirney yarımadası ilə Hindistan yarımadası arasındadır və bu onu göstərir ki, Afrikanın cənubundan keçdiyinə görə Vasco da Gamanın səyahəti marşrutudur. Hindistana dəniz yolunu Portuqal səyyahı Vasco da Gama kəşf etmişdir və həmin marşrut xəttidir bu. Coğrafiya elminin ənənəvi tədqiqat metodlarını soruşur. Burada ənənəvi tədqiqat metodları qeyd edə bilər ki, kartoqrafikdir, tarixidir, müqayisədir, çöl tədqiqatı və ya ekspedisiya. Fiziki coğrafiyanın yeni sahələri, landşaftşünaslıq, landşaft planlaşdırılması, riyazi coğrafiya, ekoloji coğrafiyanı göstərə bilərik. İqtisadın yeni sahələrini isə şəhər planlaşdırılması, ərazi planlaşdırılması, siyasi coğrafiya, tibbi coğrafiya, rekreasiya coğrafiyasını qeyd edə bilərik. Hacı Zeynalabdin Şirvaninin səyahət etdiyi ərazilərə misal olaraq Cənub-Şərqi Asiyanı, Mərkəzi Asiyanı, Şimali Afrikanı göstərə bilərik. 12-ci sualda xəritədə yağıntıların orta illik miqdarı hansı üsulla təsvir edilmişdir? Burada xəritəmizə baxaq. Xəritədən də aydın olur ki, rəng çalarlarına görə yağıntının miqdarını təyin edə bilirik. Belə olan halda keyfiyyət fonu üsulundan istifadə edilmişdir. Şəkildə hansı kartoqrafik təsvir üsulu verilmişdir? Bu kartodiaqramdır. Çünki xəritə sxemdə kartoqramın birləşməsindəndir və həndəsi fiqurlardan istifadə olunursa, demək ki, kartodiaqram üsuludur bu. Əliyev və Salayev tərəfindən Azərbaycanın öyrənilmiş coğrafi komponenti Azərbaycan torpaq örtüyünü öyrənmişdir Əliyev və Salayev. Növbəti sual, hər hansısa bir komponentin daha aydın və müfəssəl təsvir olunduğu xəritə məzmununa görə hansı xəritələr qrupuna aiddir? Bu tematik xəritədir, çünki yalnız bir komponent aydın şəkildə göstərilir. Bütün komponentlər eyni səviyyədə olsaydı ümumi coğrafi xəritə olardı. 2 və daha artıq komponent, yəni bir-biri ilə qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent təsvir olunsaydı kompleks xəritə olardı. Azərbaycan hidrosferinə tədqiqatlar aparmış coğrafiyaşünaslar bu Qasımgüllə Salih Rüstəmovdur. Bildiyimiz kimi Qasımgül Xəzər dənizini, Salih Rüstəmov isə Azərbaycan çaylarını öyrənmişdir. Şəkildə hansı kartoqrafik təsvir üsulu verilmişdir? Bu kartoqram üsuludur. Azərbaycan iqlimini öyrənmişdir. Şıxlinski və Mədədzadə. Nail olmaq üçün nə etmək lazımdır ifadəsi coğrafiyanın hansı vəzifəsinə aiddir? Bu idarə edirə aiddir. Coğrafiyanın vəzifələrini də bayaq saymışdım. Şəkildə hansı kartoqrafik təsvir üsulu verilmişdir? Şəkilə baxaraq obyektləri müəyyən edə biliriksə, demək ki, xəritə sxemdir bu. Dəqiq planlamada istifadə edilən alətlər niveler, teodalt və bussoldan dəqiq planlamada istifadə olunur. Kompas, ruletka, vizir, xəttkeşi. Bu kimi alətlərdən isə göz yarı planlamada istifadə edirdik. İki şəhər arasındakı məsafə 1,500 min miqyaslı xəritədə 4 sm olarsa, bu şəhərlər arasındakı həqiqi məsafə nə qədər olar? Biz məsafə hesablanması düsturunu bilirik. Həqiqi məsafə bərabərdir xəritədəki məsafə vurulsun miqyas. Burada bizdən
Həqiqi məsafəni soruşur. Həqiqi məsafəmiz olmadığı üçün sual işarəsi yazırıq qarşısına. Xərtdəki məsafəmiz 4 sm-dir. Qeyd edirik. Miqyasımızda çevirmə edəcəyik. 5 0 silərək 1/500 1000 kilometrə çeviririk və bu olur. Yəni 1 sm-də 500 min sm idi. Biz onu kilometrə çevirərkən 5 kilometr edəcək. İndi isə verilənləri qeyd edirik. Düsturumuzda həqiqi məsafəmiz yox idi, olduğu kimi yazdım. Xərtdəki məsafəmiz 4 sm-dir, vururuq. Miqyasımız isə 5 kilometrdir. Cavabımız olur 4-ü vurduq 5-ə 20 kilometr. Aralarındakı həqiqi məsafə 400 metr olan iki məntəqə arasındakı məsafə xəritədə 5 sm-dir. Bu xəritənin miqyasını tapın. Yenə də eyni düsturdan istifadə edəcəyik. Burada həqiqi məsafəmiz 400 metrdir, xərtdəki məsafəmiz 5 sm-dir, miqyasımız isə sual işarəsi, çünki bilmirik miqyas nə qədərdir. Verilənləri düsturda yerinə qoyuruq, 400 metr bərabərdir. 5 sm vurulsun miqyas, yəni E. Miqyas olduğu kimi yazırıq, bildiyimiz kimi, çünki sual işarəsidir. Burada miqyasımız bərabər olur, 400 bölünsün 5 sm, o edir 80 metr. Bu bizim üçün izahlı miqyasdır. İzahlı miqyası da ədədi miqyasa çevirəndə 1/80'i yazırıq. Metrə görə də 2 0 əlavə edirik qarşısına. Çünki 1 metrimiz 100 cm-dir və 100 cm-də 2 0 var. Proyeksiyalarla bağlı bir sual uyğunluğu tapmağımızı istəyir. Silindrik proyeksiyada bilirsiniz ki, meridian və paralellər düzbucaq altında kəsişir. Konus proyeksiyasında isə paralellər qövsvarı, meridianlar isə bir nöqtədən şaxəlinə düz xətt kimi təsvir olunur. Azimutal proyeksiyada isə paralellər çevrəki meridianlar isə bir nöqtədən çıxan radius kimi idi. 1-ə A, 2-yə C, 3-ə isə B uyğun gəlir. Kəsmə yüksəkliyinin 50 metr olduğunu nəzərə alaraq çökəkliyin dərinliyini təyin edin. Burada bilirik ki, mənfi relyef formasıdır. Çünki B qışdırıqlar mərkəzə doğru, kənardan mərkəzə doğru yönəlmişdir. Mənfi relyef formasında kəsmə yüksəkliyini vermişdir. Bizə kənar horizontal hündürlüyünü tapmaq üçün daxili horizontalı tapaq birinci. Daxili horizontalın hündürlüyü çökəkliyin dibində verilmiş rəqəmdən böyük olub 50-yə tam bölünən ilk rəqəmdir. Yəni 165-dən böyük olub 50-yə tam bölünən ilk ədəd 200-dür. Daha sonra isə bunu 50 metr olaraq intervaldan artırırıq. Növbəti olur 250, daha sonra 300, sonraki 350 və ən sonuncu 400 metr. Birdən çökəkliyin dərinliyini təyin etməyimizi istədiyi üçün dərinlik iki nöqtə arasındakı fərq olacaq. Yəni 165 metr ilə 400 metr arasındakı məsafə çökəkliyin dərinliyidir. Bu fərqi də tapanda 400-dən çıxırsınız 165-i, cavabınız olur 235 metr. Günəş 10 dərəcə şimal enliyində olarsa 15 dərəcə cənub enliyinə hansı bucaqla düşər? Biz Günəş 10 dərəcə şimal enliyindədir. 15 dərəcə cənub enliyinə hansı bucaqla düşər? Sualını cavablandırmaq üçün demək nə edirsiniz? Ekvatorla Günəş arasındakı məsafəni tapırıq. 10 dərəcə, 0 ilə 10 arasında 10 dənə dərəcəmiz var. 0 ilə də 15 arasında 15 dənə dərəcəmiz var. Ümumilikdə 10 dərəcə şimal enliyi ilə 15 dərəcə cənub enliyi arasında isə 25 dərəcə mövcud oldu burada. Və 90-ın Günəşin maksimum düşmə bucağı 90-dır. 90-dan çıxırsınız aradakı fərqi, yəni 25-i. Cavabınız olur 65 dərəcə. 20 saat qurşağının orta meridianını tapın. Hər hansısa bir saat qurşağının orta meridianını tapanda həmin saat qurşağını 15-ə vurmaq lazımdır. Biz burada 20-ni 15-ə vuraraq cavab 300 alarıq. 300 dərəcəli meridianımız olmadığı üçün, çünki meridianlar 0 və 180 arasında dəyişir. Burada 360-dan 300 çıxıb cavab 60 dərəcə qərb uzunluğu da tapa bilərik. Və yaxud da ki 24 saat qurşağımız var. Bu 24 saat qurşaqdan 20-ni çıxaraq yerdə qalan 4 rəqəmini də 15-ə vurarıq. Cavabımız olar 60 dərəcə qərb uzunluğu. 67 dərəcə şərq uzunluğunda yerləşən şəhərin yerli vaxtı ilə qurşaq vaxtı arasındakı fərqi hesablayın. Bilirik ki, yerli vaxt məntəqənin yerləşdiyi dəqiq meridiana görə təyin olunur. Qurşaq vaxtı isə məntəqənin olduğu orta meridiana görə təyin olunur. Biz ilk olaraq burada 67 dərəcə şərq uzunluğunun hansı saat qurşağında yerləşdiyini tapmalıyıq. Bunun üçün 67-ni 15-ə bölmək lazımdır. 15-ə böldükdən sonra cavabımız 4, qalığımız isə 7 olur. Belə bir qanun uyğunluğumuz var ki, əgər qalıq 7,5-dən böyük olarsa, aldığımız cavabın üzərinə, yəni 4-ün üstünə 1 saat əlavə etməli, 5 yazmalıydıq.
Amma burada qalğımız 7,5-dən kiçik olduğuna görə cavabımız olduğu kimi qalır. Yəni 4 67-ni 15-ə böldük, 4 qalıq 7. Cavabın üstünə hər hansısa bir saat əlavə etmişik və məlum olur ki, 67 dərəcə şərq uzunluğu 4-cü saat qurşağında yerləşir. Daha sonra 4-cü saat qurşağının orta meridianını tapaq. 4-ü vurdıq 15-ə 60 dərəcə. Demək ki, qurşaq vaxtı 60 dərəcə şərq uzunluğuna görə, yerli vaxt isə 67 dərəcə şərq uzunluğuna görə hesablandığı üçün aradakı dərəcə fərqini tapırıq. Cəmi 7 dərəcəlik fərq var. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 7-ni vurursunuz 4-ə. Cavab olur 28 dəqiqə. Demək ki, yerli vaxt ilə qurşaq vaxtı arasındakı fərq 28 dəqiqədir. 21 martda Günəşin 70 dərəcə bucaqla düşdüyü paralellər arasındakı məsafə neçə kilometr olar? Burada biz bilirik ki, Günəş hər hansısa bir paralelin üzərində olanda özündən eyni uzaqlıqda yerləşən iki paralelə eyni bucaqla düşür. Yəni, əgər ki, şimalda hər hansısa bir paralelə 70 dərəcə bucaqla düşürsə, cənubda da hər hansısa bir paralelə 70 dərəcə bucaqla düşməlidir. Biz burada itirilən bucağı tapmalıyıq. Bunun üçün 90-dan çıxırıq, x-ilə işarə etdik. İtirilən bucağı 90-dan çıxdıq, x-i bərabər oldu 70, yəni düşmə bucağımız 70-dir. İtirilən dərəcə bucağımız isə 20 olur burada. Və məlum olur ki, Günəşdən şimala doğru 20 dənə dərəcə var. Əgər Günəşdən şimala 20 dərəcəmiz varsa, cənuba doğru da 20 dərəcə olmalıdır. Çünki paralellər Günəşdən eyni uzaqlıqda yerləşməlidir. Burada demək iki paralel arasındakı ümumi məsafəmiz olacaq 40 dərəcə. Çünki şimala 20, cənuba da 20 dərəcə fərq varsa, ümumi olacaq 40 dərəcə. 1 dərəcəmiz meridian qövsünə görə 111,1 km olduğu üçün 40 dərəcənin neçə kilometr olduğunu taparkən 40-ı vurursanız 111,1-ə cavabımız olur 4444 km. 30-cu sualda yerli və qurşaq vaxtları üst-üstə düşməyən məntəqələri seçməyimizi istəyir. Burada yerli və qurşaq vaxtı yalnız 1 və 4-cü meridianlarda üst-üstə düşmür. Çünki yerli və qurşaq vaxtının üst-üstə düşməsi üçün həmin cavablar 15-ə tam bölünməlidir. 0, 45 və 90 dərəcəli uzunluqlar 15-ə tam bölünür. Lakin 73 və 65 dərəcəli uzunluqlar isə 15-ə tam bölünmür. Qalıqla bölündüyü üçün onlarda yerli və qurşaq vaxtı arasında fərq yaranır. (31-ci sualda 40 dərəcə şimal enliyində cismin kölgəsinin uzunluğu cismin öz uzunluğunun yarısı qədərdirsə, Günəş hansı paralel üzərindədir? Deyir. Demək ki, burada cismin kölgəsinin uzunluğu cismin öz uzunluğunun yarısı qədərdirsə, demək ki, Günəş həmin cismin üzərinə 60 dərəcə bucaqla düşür. Çünki yalnız bu zaman cismin kölgəsi öz uzunluğundan 2 dəfə balaca olacaqdır. Bilirsiniz ki, Günəşin cismin üzərinə düşmə bucağı böyüdükcə kölgənin uzunluğu kiçilir. Günəşin düşmə bucağı kiçildikcə cismin öz uzunluğu isə böyümüş olurdu. Burada Günəşin hansı paralelin üzərində olduğunu istəyir bizdən. Günəş hər hansısa bir paraleldədir və 40 dərəcə şimal enliyinə 60 dərəcə bucaqla düşür. Günəş ilə 40 dərəcə şimal enliyi arasındakı məsafəni x-lə işarələdik. Günəşin maksimum düşmə bucağı 90 olduğu üçün 90-dan çıxarıq x-i bərabər olar 60-a. Buradan x-imiz bərabər oldu 30 dərəcəyə. Demək ki, 40 dərəcə şimal enliyi ilə Günəşin olduğu paralel arasında 30 dərəcəlik məsafə var. 40 dərəcə şimal enliyi ilə həmin paralel arasında 30 dərəcə məsafə olması üçün həmin paralel 10 dərəcə şimal enliyində olmalıdır. Bunu sübut etmək üçün 40-dan 30-u çıxarıq. Cavabımız olur 10. Yəni 10 dərəcə şimal enliyi. (32-ci sualda şəkildə təsvir edilmiş nəzəriyyə müəllifini soruşur. Burada gördüyünüz kimi Günəş mərkəzdə, digər planetlər isə onun ətrafında dövr edir. Günəş mərkəzdə isə bu heliosentrikdir. Heliosentrik sistem nəzəriyyəsinin müəllifi isə Nikolay Kopernikdir. David Livingstone'un Afrika materikində kəşf etdiyi coğrafi obyektlər Tanqanika Nyasa gölləri, Kongo Zambezi çayları, Viktoriya şəlaləsini misal göstərə bilərik. Eyni coğrafi uzunluqda yerləşən A məntəqəsi 60 dərəcə şimal enliyində, B məntəqəsi isə 5 dərəcə şimal enliyində yerləşir. A məntəqəsi B məntəqəsindən hansı azimutda, B məntəqəsi isə A məntəqəsindən hansı istiqamətdədir? Soruşur. Burada koordinat sistemimizi çəkirik. Şimal, cənub, şərq və qərbi də işarə edirik.
Burada koordinat sisteminə baxaraq müəyyən edə bilərik ki, A B-dən 0 dərəcəli azimutda, B isə A-dan 180 dərəcəli azimutda və cənub istiqamətindədir. (35-ci) sualda həqiqi sahəsi 80 kvadrat kilometr olan ərazi 1/400.000 miqyaslı xərit üzərində neçə kvadrat santimetr olar? Biz sahə düsturunu bilirik, yəni həqiqi sahə bərabərdir xəritdəki sahə vurulsun miqyasın kvadratı. Eyni ilə məsafə düsturu kimidir, sadəcə sahədə kvadrat olduğu üçün burada miqyasımızda kvadratı yüksəldirik. Verilənləri qeyd edək, 80 kvadrat kilometr bərabərdir. Xəritədəki sahəmiz olduğu kimi qeyd edirik və vururuq nəyə? Miqyasın kvadratına. Miqyasımızı çevirmə edirik, 4 kilometr olur, 4-ün kvadratına vuracaq burada. Xəritdəki sahəmiz bərabər oldu, 80-i böldük 4-ün kvadratına, yəni 16-ya. Xəritdəki sahəmiz oldu 5 kvadrat santimetr. Şəkildə verilmiş ağac hansı azimutda yerləşir? Burada qeyd etsək şərq, cənub, qərb və şimal qeyd edilmişdir. Cənub-şərq azimutuna düşür. Cənub-qərb azimutuna düşür, üzr istəyirəm. Cənubla qərbin arasında 225 dərəcəli azimutdadır. Qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponentin təsvir edildiyi xəritələr məzmununa görə hansı qrupa aiddir? Qarşılıqlı əlaqədə olan 2 və daha artıq komponent deyirsə, demək ki, bu kompleks xəritədir. Şəkildə verilən şərti işarələr hansı komponentlərə aiddir? Burada enli yarpaqlı meşələrdir, bir də ki, kolluqlardır. Gördüyünüz kimi. 39-da deyir, əvvəlcə 180, sonra isə 270 dərəcə azimutda 4 km hərəkət etmiş səyyah başlanğıc məntəqəyə hansı azimutla qayıtmalıdır? Biz burada göstərək görək səyyah hansı istiqamətlərdə hərəkət edib, 4 km cənuba və qərbə doğru hərəkət etdi və sonra geriyə qayıtması üçün o şimal-şərqə doğru hərəkət edib. Bunu koordinat sistemi üzərində də göstərə bilərik. Şimal-şərqin azimutu 45 dərəcəli azimutdur, bilirsiniz. Sualda A və B məntəqələr arasındakı vaxt fərqini hesablayın deyir. Məntəqəmizin biri 55 dərəcə şərq uzunluğunda, birisi isə 15 dərəcə şərq uzunluğundadır. Vaxt fərqini taparkən dərəcələri bir-birindən çıxırıq. Aldığımız cavab oldu 40 dərəcə. 1 dərəcəmiz 4 dəqiqə olduğu üçün 40-ı da vurursunuz 4-ə. Cavabınız olur 160 dəqiqə. Saatla ifadə etsəniz 2 saat 40 dəqiqə edəcək. Doğru cavab. Rezervasiya nədir? Təbii şərait əlverişsiz olan ərazilər rezervasiya adlanır Amerika qitəsində. 20-ci əsrin ən böyük coğrafi uğuru hesab edilir. Bu Dreyf stansiyaları vasitəsilə Şimal Buzlu Okeanının öyrənilməsidir. 8-ci sinif kitabında da qeyd edilmişdir. 43-cü sualda verilən əlamətlərin aid olduğu planeti seçin. Ətrafında qaz, daş və buz parçalarından ibarət halqalar var. Bir ilin uzunluğu 29 yer ilinə bərabərdir. Ən böyük Bekistan-dır. Söhbət Saturn planetindən gedir burada. 44-cü sualda A məntəqəsində Günəş 06:20-də çıxarsa gecə ilə gündüzün uzunluqları arasındakı vaxt fərqini tapın deyir. Vaxt fərqini tapmaq üçün günortanı işarə edirik. Burada günortamız da saat 12:00 oldu hər zaman. 06:20 ilə 12:00 arasındakı vaxt fərqinə baxırıq. Burada 5 saat 40 dəqiqəlik vaxt fərqi olur. Demək, günün çıxmasından günün ortasına qədər zaman fərqimiz 5 saat 40 dəqiqədirsə, günün ortasından günün batmasına qədər olan zaman fərqimiz də 5 saat 40 dəqiqə olmalıdır. Beləliklə, gündüzümüzün uzunluğu olur 5 saat 40 dəqiqələri toplayırıq, olur 11 saat 20 dəqiqə. Gündüzümüz 11:20-dirsə, 24-dən 11:20-nə çıxaraq gecənin uzunluğunu tapa bilərik. Bu da oldu 12 saat 40 dəqiqə. Bizdən gecə ilə gündüzün uzunluğu arasındakı fərqi tapmağımızı istədiyi üçün 12:40-dan 11:20-də çıxırıq. Doğru cavabımız olur 1 saat 20 dəqiqə. 45-ci sualda uyğunluğu müəyyən edin. Eratosfen və Ptolomey ilk dəfə coğrafiya terminini işlətmişdir. Eratosfen tərtib etdiyi xəritədə daha geniş əraziləri vermişdir. Ptolomey Avropa, Asiya, Afrikanın şimalını təsvir etmişdir. Bu üçə gedir. Hər ikisinin oxşar cəhətidir. İlk dəfə yerin ölçülərini hesablamışdır Eratosfen. Xəritənin üzərində paralel və meridianları çəkmişdir Ptolomey. Coğrafiya elminin inkişafında xidmətlər olmuşdur. Bu hər ikisinin ortaq cəhətidir.
Növbəti sualımıza baxaq. Miqyası 1/20 milyon olan xəritə çıxıntı A və B nöqtələri arasındakı məsafə 12,5 sm-dir. Onlar arasındakı məsafə meridian qoefisintinə və miqyasa görə hesablayın. Xəritədə bu məsafə neçə kilometr təhrif edildiyini təyin edin. Burada baxsaq dərəcə fərqi 20-dir və meridian qoefisintinə görə hesablayanda vurursunuz 20-ni 1 dərəcəlik meridian qoefisintinin uzunluğuna, yəni 111,1 kilometrə. Cavabımız meridiana görə oldu 2222 kilometr. Miqyasa görə hesablama apardıqda isə çevirmə etdik və miqyasımız 1 sm 200 km idi. 12,5 sm vurursanız 200 km cavabınız olur 2500 km. Miqyasa görə 2500, meridiana görə 2322 km aldıq cavab. Burada bir-birindən çıxaraq 2500-dən 2222-ni çıxdıq və cavabımız oldu təhrif 278 km. 90 dərəcə azimutda hərəkət edən səyyah geriyə hansı azimutla qayıtmalıdır? Bilirsiniz ki, hər hansısa bir azimutun tərsini, yəni əksini tapmaq üçün həmin azimutun üzərinə 180 dərəcəni gəlmək lazımdır. 90 üzərinə 180 cavab oldu 270 dərəcəli azimut. Birdən verilmiş azimut 180-dən böyük olsaydı, məsələn olsaydı 300 dərəcəli azimutla hərəkət edirsə, geriyə hansı azimutla qayıtmalıdır? Bu zaman çıxma əməliyyatı yerinə yetirəcəkdik. 300-dən 180-i çıxardığınız cavabınız olacaqdı 120 dərəcəli azimut. Lakin 180-dən balaca bir azimut verdikdirsə, həmin azimutdan 180 toplamaq lazımdır. 48-də deyir, verilən əlamətlərin aid olduğu proyeksiya hansıdır? Topoqrafik xəritələrin tərtibində istifadə olunur, təhriflər çox az olur, yer səthi trapesiyalara bölünmüş kimi qəbul edilir. Topoqrafik xəritələrdə və istifadə olunursa və təhrif çox azdırsa, bu çox üzlü proyeksiyadır. 49-da brizlər və qabarama çəkmə prosesinin baş verməsi səbəbi, bunlar sutkalıq ritmik hadisələr olduğu üçün yerin ozuq xətarında hərəkətin nəticəsində formalaşırlar. 50-də sxemə əsasən kəsmə yüksəkliyini və dağın nisbi hündürlüyünü tapın deyir. Müsbət relyef formasıdır. Belə misallarda görürsünüz ki, qonşu horizontallar və yaxud da ki, bir-birinə yaxın olan iki horizontal arasındakı hündürlüyü vermədiyi üçün kəsmə yüksəkliyini konkret tapa bilmirik. Doğru kəsmə yüksəkliyini tapmaq üçün isə ən optimal variant cavablarda verilmiş yüksəklikləri yerinə qoyaraq tətbiq etməkdir. Hansı cavabdakı rəqəmlər bizə düzgün yol göstərəcəksə, demək ki, doğru cavabımız da odur. İlk olaraq 150 metr verib. 150 metri tətbiq etsək, 450-dən aşağıdakı horizontalımız olacaq 300 metr. Ən altdakı isə olacaq 150 metr. 450-dən yuxarıdakı olar 600 metr. Ən üstdəki olar 750 metr. Əgər bir horizontalda olsaydı 750-nin üzərinə 150 də gələrdik, olardı 900 metr. Lakin bir horizontallıq fərq olmadığı üçün 876 metr yazılıb zirvədə və bu da bizə uyğun cavabı göstərir. 150 metr kəsmə yüksəkliyimiz doğrudur. İndi görək nisbi hündürlüyümüz də doğru olurmu? Nisbi hündürlük iki nöqtə arasındakı hündürlük fərqidir və 876 ilə 150 metr arasındakı fərqi tapanda çıxacaq bir-birindən və cavabımız olacaq 726 metr.